Salam, mən Cəlilabad rayonunda yerləşən Rəşid Abdullayev adına 2 saylı orta məktəbin 5B sinif şagirdi Quliyeva Əsma Nuram. Mənim yeni oxuduğum kitablardan biri Jozef Asker'in Şəkər Portağlı kitabıdır. Artıq mən bu kitabı oxuyub bitirmişəm və bu kitab haqqında fikirlərimi bildirmək istəyirəm. Mənim kitabda sevmədiyim xarakter olmadı, lakin sevdiyim xarakterin bəzi pis xüsusiyyətləri vardır. Məsələn, Zeze, Tokola və Antoni. Antoni dayı çox əsəbi bir obraz idi. O Zezenə hər zaman vurur və onu acılayırdı. Məncə çox pis bir xüsusiyyətdir. O özündən balaca uşaqlara yaxşı davranmalı idi. Lakin bunu etməyib uşaqları acılayırdı və uşaqları sevmirdi. Zeze və Tokoko isə hər zaman bir-birlərini danlayır və bir-birləri ilə savaşırdılar və onlar iki qardaş idilər. Bir-birləri ilə mehriban olmaq yerinə bir-birlərini danlayır, hər zaman öz səhvlərini aşağı atırdılar. Hətta dostlarının yanında bir-birlərinin səhvlərini atıb bir-birlərini pərt edirdilər. Məncə bu heç yaxşı bir xüsusiyyət deyil. Bunu etmək yerinə öz səhvlərini düzəltməsi üçün bir-birlərinə kömək etməliydilər. Lakin bunu etməyib hər zaman bir-birlərini danlayar və bir-birlərini döyürdülər. Bu mənə çox pis təsir etdi. İstəyərdim ki, bu xüsusiyyətlər bu obrazlarda olmasın. Bu insanlarda olmaması gərəkən xüsusiyyətlərdir. Mən artıq bu əsəri oxuyub bitirmişəm və mən bu əsəri çox bəyəndim. Tövsiyə edirəm ki, siz də bu əsəri oxuyasınız. Sağ olun.